Mama. Şuraya bak ya. Yemek yiyorsun. Bir şey oldu. Gel git. Git baktım. Böyle. Hamile oluyor arkamıza. Salam kanalımıza ve yeni vlogumuza hoş geldiniz. Necəsiniz? İnşallah ki hər biriniz çox yaxşısınız. Vlog biraz gec açdım. Aslında çəkdim. Ama özümü göstərmədim. İndi sonra aparam baxçaya qoyum. Qayıdım. Amiri yedizdirdim. İsmail'i de yedizdirdim. İsmail'i aparam qoyum baxçaya. Sonra gəldim yoldaşıma yemək verim. Onlar gecələr həkimə. Sonra da mən də Amiri bugün peyvəndə aparmalıyam. Özüm də ora gedəcəm. Tez-tez İsmail'i aparam qoyum baxçaya. Soruşu. Sonra neynəsəm çəkərəm. İso, qoydum baxçaya. Gedim evə. Belə gedirik indi peyvəndə. Biraz külək var deyə Amiri biraz qalın geyindirdim. İnşallah çox isti olmaz. Havalar artıq istilir deyə. Çox istidir əslində. Burada külək də var deyə qorxdum. Belə peyvənd vurmadılar Amirə. Biraz xışıltısı var sinəsində, ona görə. Həkim dedi bir 10 gün dərman yazdı və onu atdı ki, o xışıltı getsin, sonra tam sağlam olsun, ona görə. Görək də. Elə gördüm, hiss elədim, neçə gün idi. Biraz xışıldayırdı. Öskürürdü ara bir. Həkim də gördü, dedi belə. Gedirəm evə, mənim avtobus gəlsin. Gedim evə, bunda bir iki dərmanı var. Görüm necə alıram onu. Bunu qoyum evə, gedim alım, qayıdım, gəldim. Belə, burayı yığışdırdım. Biraz əl gəzdirdim, bura çıxartdım, presnaları falan yuyacam. Çoxdan da yumuram. Amir də biraz xəstəyib deyə. Onun da yerini çıxartdım, yuyum. Tez bazar Amirə bir dənə su bişirdim. Makaron suyu vermişik, balaca xəbər vermişik, su bişirdim. İçinə də ət suyu attım. Özü də burada biraz armud soydum, qoydum. Yeni armudum da yiyir. Biraz töküldü. Mənim presne falan vardı, onları attım yuyulmağa. Onlar da yuyulsun orada. Belə yoldaşımı yedizdirdim. İndi gəldim Amiri yedizdirim. Onu da belə elədim. Bir dənə kuxunum qalıb burada ki, Aytaç xanım orada dərs oxuduğuna görə mən kuxunuya girə bilmirəm. Yəni deyir gəl yarışdır, amma mənim xoşum gəlmir də. Gərək yarışdırıramsa tək olum orada. Heç kim əlimə ayağıma dolaşmasın. Yine kullanırlarım. Çek apayı yer. Tozlu küreki. Orada kişi yer takmışlar orada. Bunlar da astım. Biraz külək var. Belə xana qabları yığdım. Bu çikilər, bizlər yedim yerinə. Paltar da yuyulur. İki dənə qab var. Əlimdə yudum onları. Maşına atmadım. Suyunu falan. Bu da armud ötü bayağı yarısını verdim. Yarısı qaldı. Qazının üstünü də sildim. Bilsəm ama silməzdim. İndi benim akşama ciğer pişirəcək. O da daşdı narız, ona gösterdim. Biz akşam siləcəkdim. Daşdı dedim, o yapışacaq. Ona görə dedim, bu şey diyeyim, silim sonra. Dedim, çıkalım bakın burada. Belə. Bu da hazır. Belə, nerede tostlar olan zili də qoydum. Onu indi aparıb atacağım çölə. Bir də maşınların üstlərini sildim, qəşəng.
Ay, hesab olurum. Burada yemək falan olanda ya da nəsə olanda hamısı üstünə tökülür. Ləkə-ləkə qalır, suyun falan ləkələri. Onu necə edə bilərəm? Onu görə bilmirəm. Belə qablar heç yığmadım yerinə. Belə buranı da göstərdim. Bir dənə burada paltarlar olmasa tam bunu. Bu da uşaqların paltarları, ütülənəsi paltarlardır bunlar. Belə ki qalıb. Görün. Vaxt eləsəm bütün ütüləyəcəm. Belə paltarların da hamısını ütülədim, bir də yığdım. Burada da paltarlar var. Amma artıq 4-ün yarısıdır. İndi yoldaşıma yemək verməliyəm. Amir də yatmışdı, durdu. Onu yemək verirəm, sonra ki İsmail gətirməliyəm 5-in yarısına kimi. Ona görə bunlar qalsın, da axşam gəlib yerləşdirərəm. İsi. Ay, İsi. Gəl. Mama. Gedək. Necə? Hara? Ora yox. Bu tərəfə. Gəl. Belə yoldaşıma almayla armud doğradım. Burada da armudlar var belə. Amirə də yedizdirdim. İsmailə də yoğurt verdim, yedim. İndi İsmailə də meyvə istəyirəm doğramadan yoldaşıma. Amirə qoymuşam yatmağa. Hələ ki yatmaq qışqırır. Gəlin görməni qışqırır. Belə yoldaşım istəyir. Belə paltarları da yığdım. Qatladım. Belə qatlayanları da. Sizə makaron pişirdim. Biraz yedi, biraz qaldı. Biraz da özümə pişirdim. Belə xanımlar, axşam yeməyini də verdim evdəkiləri. Amirə yemək pişirmişdim. Günorta ondan biraz qalmışdı. Ondan verdim, yemədi. Bir iki qaşıq yedi. Sonra yemədi. Ona görə kaşa düzəltdim ona. Kaşa yedi. Yoldaşıma yemək verdim. Bir də İsmail'ə makaron qaynatmışdım. Onu biraz yedi. Biraz da mən yedim. İndi saat 9-un yarısı Amirə dərmanını verdim. Bayaq həkim dərman yazmışdı ona. Onu verdim. İndi gəldik. Onu paltarını falan dəyişim. Pijamasını geyindim. Pampersini dəyişim. Yatsın. Bir də bu paltarlar var idi. Dedim onları da tez bazar qatlayayım. Yığım yerinə. İndi saat 10'da da İsmail yatmalıdır. İndi saat 9'un yarısıdır. Belə. Bu günü də belə. Yəni günlərini belə keçir ancaq. Onu elə, bunu elə, onu elə, bunu elə. Belə. Görüm, axşam hələ var da, qutarmayıb axşamımız. Yenə axıra kimi çəkərəm neyləsəm. Belə xanımlar, uşaqlarımın yerlərində saldım. Bu balış üzü mənim ikilərdir, İsmaildə də, Amirdə də. Çünki bu şeyin aldım bu presine çuxolun. Balış üzü balacadır. İnanırsınız bu boydadır. Amma İsmaillə Amirin balış üzləri, biraz balışları da, doğrusu yastıqları yekədir ya, ona görə üz tapmıram, ona görə məcbur özümkündən edirəm. İnşallah bir vaxt tapsam onlara dərziyə verib onlara uyğun istəyirəm tikdirim belə. Bir də xanımlar, sizdən soruşacağım, sizin də uşaqlara yay gəlib artıq. İnanırsınız, mən hələ yorğanla yatıram da, üşüyürəm gecə yatanda. Amma İsmaillə Amir artıq bir aydan çoxdur da, elə bir aprel gələndən artıq yorğanları yığışdırmışam. Amir heç bunda da yatmır üstünə, ancaq bunu örtürəm. Bu da nazik belə bir şeydir, nazik. Belə bölək kimi bir şey var idi. Uşaqlıqda almışdım. Körpəlanda almışdım. Onu örtürəm elə üstünə. İsmail də elə bundan. İnanın heç bunu da heç üstünə örtmür. Elə arada belə də duranda eləyəndə görürəm üstü açıqdır. Yazdım gəl örtürəm ki üstü açıq qalmasın. O da təzədən çönür, təzədən üstünü açır. Nəsə belə mənim uşaqlarım heç istini sevən uşaqlar deyirlər. Heç. İndi Amir də buradadır. Böyle bir şey almışam İsmail'e. Burada hərfləri falan öyrənir, edir. Burada baxın. Yəni belə ingilis dilində bir şeylərdir. Belə ingilis dilində bir şey, monkey. Nəsə belə bir şey. Burada mahnı falan da qoşmaq olur. Ay, ne oldu Amir? Neyse. Belə, Amir'i yatışdırım indi. Belə, mətbəximiz də biraz köçür. Tez maşına yığın. Çirkli qabları. Maşına qoşun. Belə, mətbəxi yığışdırdım. Belə bir şey. Maşını da qoşdum. Belə olsun. Çaydanı qoydum üstüne. Bir də yoldaşımın yumurta qoydum. Yumurtası pişsin. Belə. O yoldaşımın kompotunu içir. O da Amir dərmanında bir şey qaldı. Bunlar da gedim indi İsmail'i yatışdırım. İsmail'in pambezi ilə
pijamasını gətirdim. Əslində İsmail gündüzlər heç bir pampersdən taxmır, günorta yatanda da taxmır. Bir dənə gecə yatanda. Bəzən olur ki, pampersi isladır, amma elə vaxt olur ki, qupquru. Eyni pampersi bir 3 gün, 4 gün taxıram da o dərəcədə. İndi o gün suyu çox içməyinə baxır. İsmail çox su içən uşaqdır. Yəni evə gələndə, bilmirəm bağçada nə qədər içir, evə gələndə bir 2-3 butulka suyun içir. Ona görə də biraz dişisi çox olur. Belə gedim indi əməliyyat istəyirəm. Bütün oyuncaqlarımı burada tutacağım.